Hamiləliyin 22-ci həftəsinə gəldik və bu videonun sonunda qəbizliklə necə mübarizə aparacağıq hamiləlikdə bu haqda sizə məlumat verəcəm. Hamiləliyin 22-ci həftəsində dölümüz 400-460 qram çəkisindədir və 28 sm uzunluğu var. Əgər bu həftəyə qədər detallı Doppler ultrasəsindən hələ keçməmisinizsə, mütləq bu müayinəni tamamlamaq lazımdır. Çünki bu müayinə 18 ilə 22-ci həftə arasında olunur ki, o məqsədlə ki, vaxtında biz döldə hər hangi bir həyatla bağdaşmayan qüsur varsa, bu haqda məlumatlı olaq. Dölümüzün barmaq izləri tamamilə formalaşıb və hərəkətə reaksiya verir. Bu nə deməkdir? Yəni hamilə hərəkət edəndə və yaxud da öskürəndə, hapşıranda döl də ona reaksiya verib hərəkət edir. Bəzən ultrasəs müayinəsində dölümüz üzünü göstərmir, əlləri ilə bağlayır və bu vaxtda da biz deyirik hamiləmizə ki, biraz öskürün və yaxud da hərəkət edin və yaxud da ultrasəs probumuzu tərpədib uşağımızı hərəkətə keçiririk. Ananın qarnı daha da böyüyür, dəridə artıq dartılmalar baş verir, dərini nəmləndirməyə tövsiyə edirik bu həftələrdə. Qəbizlik və mədə yanması davam edə bilər və nəfəs darlığı, yüngül nəfəs darlığı əmələ gələ bilər. Bu əslində patolojik bir hal deyil, hormonal dəyişikliklərlə və uşaqlığın böyüməsi ilə əlaqəlidir. Təbii ki, ciddi bir təngnəfəslik varsa biz kardioloji check-up edirik, amma adətən bu tam nəfəs alamamaq kimi şikayət ortaya çıxır. O da ağciyərin həcminin hormonal təsir altında və baskı altında azalması ilə əlaqəlidir. Gəlsək qəbizliyə hamiləlikdə. Həm hormonal dəyişikliklərlə əlaqəli, həm uşaqlığın bağırsaqlara olan baskısı ilə əlaqəli hamilələrin 30%-ında qəbizlik izlənilir. Bu halda biz nə tövsiyə edirik? Bol maye istifadəsi həmişəki kimi və səhər ac qarnına 1 stəkan ilıq su içərək bağırsaq peristaltikasını artırmaq kimi bir tövsiyə veririk. Mütləq lifli qidalar. Lifli qidalar nədir? Deməli, yulafdır, paxlalılardır, quru meyvələrdir, təzə meyvələrdir, salatlardır. Bunlar mütləq rasionda olmalıdır. Şirin və qazlı içkilərdən və şirniyyatdan uzaq durmaq. Bunlar da bağırsağı tənbəlləşdirir. Fiziki aktivlik mütləq olmalıdır. Gündə 31 saat, 30 dəqiqə, 1 saat əgər həkim əks göstərişi yoxdursa, gəzmək və yaxud da yüngül sportla məşğul olmaq. Dərmanlara gəldiyimizdə biz bu bağırsaq aktivləşdirici hər bir çaydan və yaxud da dərmandan hamiləlikdə istifadə edə bilmirik. Çünki bəzən onlar doğuşu tezləşdirə bilər. Ancaq yağ içərikli şamlardan, məsələn, qlitserin yağı içərən şam kimi və laktuloza içərən siroplardan, məsələn, Dufalak kimi bir siropdan həkim məsləhəti ilə istifadə edə bilərsiniz. Amma əgər qəbizliyiniz bir həftədən çox çəkirsə, siz mütləq həkimə müraciət edin.